Əziz Tovuzlular, əziz Tərtərlilər, əziz Azərbaycan xalqı, daimi izləyicilər. Biz hal-hazırda Tərtər rayonunun Dəmirçilər kəndindəyik. Gördüyünüz bu torpağa bizim igid oğulların qanı tökülüb. O oğullardan biri də bizim Tovuz rayonundan, Aşağı Quşlu kəndindən olan qəhrəman igidimiz Füzuli Süleymanovdur. Bizlər də gəlmişik həmin igidlərin qanı töküldüyü bu müqəddəs torpağa. Anamızın ürəyi bugün istədi. Gəlsin balasının şəhadətə ucaldığı yeri ziyarət etsin. 44 günlük vətən müharibəsi vaxtı düşmənlər igidlərimizi bir tankın içində vurublar. Gördüyünüz elə bax bu yerdə şəhidlərimizin valideynləri tərəfindən burada belə bir güşə yaradılıb, şəkilləri vurulub, ziyarətə çevrilib. Hər il gəlirlər şəhidlərimizin ziyarətinə. Burada belə bir Eysən bulağı inşa etdiriblər öz vəsaitləri hesabına. Şəhadətiniz mübarək qəhrəmanlar, əziz oğullar, haqqınız ödənməz. Can anam, can, Allah səbrinizi versin. Hər biri bizim üçün bir qəhrəmandır. Bu oğulların qanı tökülüb. Gördüyünüz bax bu müqəddəs məkana. Adı çox Qüdrət Rahimov. Mən damın altına qoydum. Neyse. Hüseynzadə Səməd Səfdaroğlu. Can, körpə balalar. Şəhid Əskər Ataşov Asim Kərimoğlu. Hər birini göstərmək istəyirəm sizə. Tanıyaq bu igidlərimizi. Süleymanov Füzuli Bahadıroğlu. Tovuz rayonunun Aşağı Quşlu kəndindən igidimizdir. Əhmədli Sənan Fikrətoğlu. Ruhunuz şad olsun igidlər. Haqqınız ödənməz. Can, anamız bax bu yaşında hər il gəlir balasının qanı tökülən bu torpağa ziyarət eləyir. Ürəyi buradan təskinlik tapır. Dert çare sığılası dert. Ağzı öydə bayraq var, let var idi, qonça niyə etmədim, nə yadıma salmadım. Ana let, mən bağladım. Çağırmışdı, getdik. Yaman da oynadılar, elədilər. Mən qolum qalım. Can, qurban olaram mən. Allah mübarək eləsin. Allah yerdə qalanları bəli xoşbəxt eləsin. Elə oynamaq da, şadlanmaq da vallahi elə şəhid ailələrinə yaraşır. Anam, qurban olaram. Allah səbrinizi versin. Can sağlığı. Amin inşallah. Ölən danalar ölsün, köpala dağı görməsin. Can, Allah gecindən versin ana. Acımnaz xalası, onun 5 ili gəlir. Hələ gözləyirəm ki, görüm özü gəlir.
Özünü gözləyirəm hələ. Akşam sabah deyirəm, gəl ana olsun, gəl elin, gəlib özümü deyil. Damın altda xəstə düşən anan ürəyinə qurban, ay Füzuli. Qapı açılanda deyirəm, ay Allah Füzuli qapıdan gireyim. Bu 5 oğlun 5'i de bir tankın içinde gördüğünüz bak hele burada bu mekanda vurulur. Geçen il mən gətirdim, onu Reyhan düzdü deyil. Allah doğmalarına səbir versin. Hər birinin ailəsinə dərin hüzünlə başsağlığımızı çatdırırıq. Allah yerdə qalan balaları yaman qorusun. yaxşı kişidir, Səfdər kişi. Formu yığışmışdı, tərtərdən bir ağsaqqal kişi gəldi buraya. O Səmədin atası ona dedi ki, bu sizdən ötəri 5 bala canlı qurban verir. Bunu qoruyun, həmişə sulu, şamını, ağacını. Bəli, buraya yəni diqqət eləyin, baxın. Deda kişi dedi, bunlara dedi, mən qurban, canlarına mən babası qurban. Bunlar olmasa tərtər batmışdı. Dedi, bunlara bax. Əlbəttə ki, bu oğullar canından keçdi ki, biz bugün azad firavan yaşayaq. Keçən il sevmiş gəlmişdilər. Mən dedim, buraya kişi orada dururdu. Dedim, ay dayı, sən Allah. Buraya sulayanda onun ağaçlarını sulayın. Can, qurban olaram, anası. İndi tərtərdən məktub gəlir. Mənə 8 Martda Ramkada yollanmışdı. Dedi, anan gedib Qarabağda adına ağaç basır. Dedim, Qarabağda da. Gördüyünüz burada da valideynlər Eysan bulağı inşa ediblər. Eysanları qəbul olsun. Allah cümlə Azərbaycan şəhidlərinin ruhunu şad eləsin. Biz nə etsək də bu igidlərin, bu qəhrəmanların haqqını ödəyə bilmərik. Çünki candan əziz heç nə yoxdur. Bəzən bəlkə də ata, bala, valideyn, bala arasında da olur ki, insan canını vermək istəyəndə, hər hansı canlından bir orqan vermək istəyəndə 100 dəfə fikirləşir. Yəni canından pay versinmi, verməsinmi? Amma bu igidlər, bu qəhrəmanlar öz canlarını fikirləşmədən bizim üçün vətən uğruna, torpaq uğruna fəda etdilər. Allah hər birinin məqamını ucadan da uca etsin. Allah valideynlərinə səbir versin. Həqiqətən valideyn üçün, ata-ana üçün, əziz üçün, doğma üçün çox ağır bir dərddir. Təsəllisi ancaq şərəfli bir dərd olmasıdır. Ruhunuz şad olsun qəhrəmanlar.